Sabahınız xeyir olsun, hörmətli izləyicilərim. Bugün sizə çuxundurla qırmızı kökün sokunu təqdim edirəm. Düzdür, bu təqdimata heç bir ehtiyacı yoxdur. Amma yenidən yadınıza salıram ki, bu aylarda qırmızı köklə çuxundurun faydası danılmazdır. Mən düzdür, az miqdarda eləmişəm. Mənim özümə görə bu az mənə xeyirlidir, yəni az eləmişəm. Siz buna heç olmasa 1 stakan 200 ml eləsəz daha yaxşı olar. Bunu sok maşından keçirdib, həmin dəqiqə içmək yox, heç olmasa bir 20 dəqiqə keçdikdən sonra bunu ev temperaturunda qəbul etmək lazımdır. Faydalarını da hamınız bilirsiniz, yenə deyirəm, ehtiyacı yoxdur, hər tərəfli. Ən əsası budur ki, gözə çox xeyri var bunun, çuxundurun. Üzr istəyirəm, kökün. Çuxundur da ki, ümumən xeyirlidir. Bütün potensialı qoruyur. Qan dövranını da yaxşılaşdırır. Saydıqca bitmir xeyirləri. Amma kök də gözə çox gözəl işıq verir. İndi bu bir az miqdarda eləyirəm və sizə göstərirəm. Yəni, baxın. Mən də bu efir çəkəndə həmişə mənim əlcəklərim yadımdan çıxır. Əlcəksiz işlədim. Yenə də deyirəm, təmizliyə riayət edən adamam. Bunu qoyaq bu izə. Göründüyü kimi bu qədər alındı. Yenə deyirəm ki, mən özümə görə az qəbul eləməliyəm, müəyyən səbəblərə görə. İndi bunu səhərdir, heç bir ac qarnına qəbul edəcəm. Bir yarım saatdan sonra, yəni öz işimi davam etdirəcəm. Diqqətinizə görə çox sağ olun.